Zəngəzur dəhlizi Türk dünyasının körpüsüdür. Bunu qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türkçülük günü münasibətilə keçirilən Dildə, Fikirdə, Əməldə Birlik Türk dünyasının gələcəyi adlı panel iclasında dedi. Bugün Türk dünyası reallıqdır, tarixi missiyadır. Bu gələcək nəsillərə daşımalı olduğumuz müqəddəs mirasdır. Biz hər birimiz bu mirası qoruyaraq mədəniyyətimizi, dilimizi, adətimizi, birliyimizi, gücümüzü yaşatmalıyıq. Dəyərli dostlar, Vətən müharibəsində qazanılan şanlı zəfər təkcə Azərbaycanın yox, bütün Türk dünyasının qələbəsidir. Müharibədən sonra regionda yeni reallıqlar yaranıb və bölgədə Türkiyənin mövcudluğu və Azərbaycanın digər Türk dövlətləri ilə sosial-iqtisadi həyatın bütün sahələrində əməkdaşlıq etməsi gücümüzə güc qatır. Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxışı zamanı bildirdi ki, Türk Dövlətləri Təşkilatı təkcə regional bir təşkilat deyil, həm də strateji bir mövqenin, ortaq gələcəyin mərkəzidir. Türkiye olarak teşkilatımızı 21. yüzyılın yükselen işbirliği model olarak gördüğümüzü ifade etmek isterim. Bu çerçevede siyasi dayanışmadan ticaretin kolaylaştırılmasına, enerji güvenliğinden dijital dönüşüme, eğitimden kültürel diplomasiye kadar geniş bir yelpazede ortak hedefler doğrultusunda çalışıyoruz. Bizler rekabetin değil, tamamlayıcılığın öne çıktığı, çatışmanın değil, istikrarın, güvenin ve barışın tesis edildiği bir bölge inşa etmeye çalışıyoruz. Türkiye bu anlayışla Türk dünyasının kurumsal kapasitesini artırmaya, bölgesel entegrasyonunu derinleştirmeye ve küresel sorunlara ortak çözümler geliştirmeye kararlıdır. Daha sonra panel iclasda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Akif Aşırlı, Türk Dövlətləri Təşkilatı çərçivəsində qeyri-türk dövlətlərində yaşayan türklərin qayğı və problemləri ilə məşğul olacaq ayrıca bir strukturun yaradılmasını təklif etdi. Qazaxıstan Türk Akademiyasının sədr müavini Aksat Kesinkbayev ortaq türk tarixi kitabının yazılması üzrə həyata keçirilən işlərdən danışdı. Türk Dövlətləri Təşkilatının Macarıstan təmsilçiliyinin icraçı direktoru Balaz Hendrik isə ölkəsinin Türk Dövlətləri Təşkilatının fəaliyyətindəki rolunun önəmindən bəhs etdi. Qeyd edək ki, tədbirdə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızstan, Türkiyə, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından dəvət edilən nümayəndələr iştirak etdilər.